Salam əziz uşaqlar, bugünkü mövzumuz sözlərin sətirdən sətrə keçirilməsi qaydası üzərində ev tapşırıqlarıdır. Gəlin tapşırıqlarımıza diqqət edək. Sözləri hecalara bölərək cədvəlin uyğun xanasına yazmalıyıq. Dağ, kitab, məktəbli, səmimiyyət, gün, otaq, müəllim, məsafəli, yol, qazan, insanlar, bir də qəribəlik. Gəlin bu sözləri hecaların sayına görə cədvələ uyğunlaşdıraq. Deməli, əvvəlcə bir hecalı sözlərimizi müəyyən edək, daha sonra 2, sonra 3, daha sonra 4 hecalı sözlərimizi xanalara yerləşdirək. Eyni zamanda bu xananı evdə siz özünüz də davam etdirə bilərsiniz. Deməli, bir hecalı sözlərimiz dağ, gün, yol sözləridir. 2 hecalı sözlərimiz kitab, otaq, qazan sözləridir. Deməli, burada 2 hecalı kitab və qazan sözlərini biz sətirdən sətrə keçirə bilirik, amma otaq sözünü sətirdən sətrə keçirə bilmirik. Daha sonra gəlin 3 hecalara diqqət edək. Məktəbli, müəllim, insanlar. Deməli, burada da sözlərimiz 3 hecadan ibarətdir və bunların hər birini rahatlıqla sətirdən sətrə keçmək mümkündür. 4 hecalı sözlərimiz isə səmimiyyət, məsafəli, qəribəlik. Əziz şagirdlər, cədvəlin xanalarına uyğun başqa sözlər də tapıb hecalara bölərək yazın. Burada isə sıraları tamamlayın hissəsində gəlin verilmiş sıraları tamamlayaq. Deməli, sətirdən sətrə keçirilə bilən 2 hecalı sözləri müəyyən edək. Gəmi. Sətirdən sətrlə keçirilə bilməyən 2 hecalı sözlər. Deməli, birinci xanamızda keçirilə bilən, ikincidə isə keçirilə bilməyənlər müəyyən etməliyik. Alaq. Əziz şagirdlər, bax bu tapşırığın davamı olaraq siz də həmin boş xanalarımızı doldurmağa çalışın. Kitab, dəftər. Deməli, bunlar necə oldu? Hecalara bölünərək sətirdən sətrə keçirildi. Amma digər sözlərimizə diqqət etsək, ikinci xanamızda görərik ki, biz onları sətirdən sətrə keçirə bilmirik. Məsələn, ürək, ümid, ana, elan, bunlar sətirdən sətrə keçirilmir. Verilmiş sıraya uyğun başqa sözlər də tapıb siz yazmağı unutmayın. Növbəti tapşırığımız isə verilmiş mürəkkəb sözləri sətirdən sətrə keçirmək üçün düzgün hecalara ayırmaq lazımdır. Gəlin baxaq. Ayaqqabı. Gəlin bunu biz əvvəlcə tərkib hissəyə ayıraq. Deməli, ayaq, qabı. Ayaqqabı sözünə diqqət yetirsək, biz görərik ki, burada bu sətrə necə keçirilir? Ayaq, qabı. Deməli, burada bizim 4 hecamız olsa da biz bunu bu şəkildə sətirdən sətrə keçirə bilərik. At üstü sözünə diqqət yetirək. At üstü. Deməli, burada 3 hecadan ibarətdir və bu şəkildə biz onu sətirdən sətrə keçirə bilərik. Sonra bağa yarpağı. Bağa yarpağı sözündə də bağa yarpağı. Deməli, bu şəkildə hecalanır və sətirdən sətrə keçirmək çox rahatdır. Çoban yastığı. Çoban yastığı da mürəkkəb sözdür. Əvvəlcə onun tərkibinə bölək. Çoban yastığı. Çoban yastığı. Deməli, bu şəkildə onu sətirdən sətrə keçirə bilərik. Kəhliyotu sözünə baxaq. Kəhliyotu, kəhlik, bir də ot sözlərinin birləşməsindən əmələ gəlib və kəhlik otu. Bu şəklində sətirdən sətrə keçirmək olur. Döşək üzündə isə uşaqlar, biz diqqət etsək, döşək və üz sözlərinin birləşməsindən əmələ gəlib, biz tələffüz edərkən döşək üzü deyirik və hecalara onu bu şəkildə döşək üzü şəklində hecalara və sətirdən sətrə keçiririk.
Heca olaraq, məsələn, döşək, üzü, ünü də ayrıca bir heca edirik. Lakin sətirdən sətrə keçirərkən, bax bu məqama diqqət etmək lazımdır ki, biz onu əvvəlcə tərkib hissəyə ayırıb, daha sonra sətrin müəyyən bir hissəsində hecanı tək yazmamaq şərti ilə keçirə bilirik. Növbəti tapşırığımızda isə uşaqlar sətirdən sətrə səhv keçirilmiş sözləri müəyyən edib və onları düzgün formada yazmaq tapşırılır. Gəlin baxaq. O evdən çıxarkən qəhvəyi ayaqqabısını geyindi. Hecada ayaqqabısını. Deməli, bu şəkildə hecalanırdı, amma bu cür sətirdən sətrə keçirmək olmaz. Gəlin onun düzgün qaydasına baxaq. O evdən çıxarkən qəhvəyi ayaqqabısını geyindi. Bax, bu şəkildə sətirdən sətrə keçirmək olar. Digər sözümüzə baxar. Zəfər bayramını hər il noyabrın 8-də qeyd edirik. Deməli, 8 yazıb D şəkilçisini sətirdən sətrə keçirmək olmaz. Milli Dram Teatrı evimizdən 30 kilometr məsafədə yerləşir. Birinci xanada görürük ki, 30 sətrin sonunda, kilometr aşağı sətirdə olmaz əziz şagirdlər. Deməli, onu da yan-yana şəklində yazıb eyni sətirdə müəyyənləşdirməliyik, qərarlaşdırmalıyıq. Daha sonra şagirdlər ədəbiyyat dərsində Məhəmməd Hadi haqqında təqdimat hazırladılar. Gəlin baxaq, deməli, M hərfini sətrin birində, Hadini isə ikinci sətirdə yazmaq uyğunsuzluqdur. Bunların ikisi də bir sətirdə olmalıdır, yazılmalıdır. Deməli, tədbirdə ən fəal iştirak edən birinci sinif şagirdləri idi. Burada isə tədbirdə ən fəal iştirak edən birinci sinif şagirdləri idi. Deməli, sətrin sonunda bir də C də eyni sətirdə qərarlaşmalıdır. Əziz şagirdlər, bu cür xananı davam etdirərək evdə də sözləri hecalara düzgün ayırıb və sətirdən sətrə keçirilmə qaydasını özünüz dəftərinizdə genişləndirə bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.